Değerli izləyicilər, sizlərə Ramanuşa qəsəbəsində İnsaf Marketin yaxınlığında 2,6 sot torpaq sahəsinin içində 3 otaqlı həyət evinə gəlmişəm. Evimizin qiyməti də dostlar 37.000 manat. Evimiz belə deyək, kasıb variantıdır. İzləyicilərimiz olur ki, əlində 30-40 min pul olur. Yəni ev axtara bilmir. Yəni bu ev sizin üçün uyğun ola bilər dostlar. Ona görə videonun sonuna qədər izləyin. Takip atın, bəyənin ki, ehtiyacı olan qarşısına çıxsın. Bax, beləncə bağlı, bağçalı gördüyünüz kimi bütün meyvə ağacları mövcuddur. Həyətimiz genişdir. Deməli, evimizin bir dənə dostlar nöqsanı var. Yəni, o da ki, çətin bir məsələ deyil. Bax, buradan qonaq otağına keçib, bura otaqdır. Bax, buradan bir dənə koridor sistemi də eləyə bilərsiniz. Bax, buradan bir dənə qapı açırsınız. Evimiz üst daş kürsünün üzərindədir. Evimizin bir dənə nöqsanı odur dostlar. Bax, elə bir ki, evə böyürdən daxil olursan da. Ona görə bir balaca haradasa, necə deyəm, insanın ürəyini açmır, açığı deyəm. Və deməli, hamam ayaq yolumuz buradadır, göstərməyəcək dostlar. Buyurun, evimizin daxili ilə sizləri tanış edeyim. Evimiz biraz yenə deyirəm, kasıb variantıdır. Yəni, kosmetikaya ehtiyacı var dostlar. Əgər siz ideal ev axtarırsınızsa dostlar, ideal ev axtarırsınız. Onda sizin ən azı olmalıdır, bir 80-90 min pulunuz olmalıdır. Ona görə, yəni video diqqətlə baxın, sonra deməyin ki, bəs bu ev elədir, belədir. Bax, gördüyünüz kimi, bura bizim qonaq otağımızdır. Və bayaq sizə dediyim yer var, ha, deyirəm ki, bax, buranın məsələn koridor sistemi eləyə bilərsin dostlar. İstəsəz əgər, bax, qapını buradan açırsınız, evimizə bax, buradan daxil olursunuz. Başa düşdünüz? Bura əlavə olaraq bizim ikinci yataq otağımızdır. Yenə deyirəm, evimizə təmirə ehtiyacı var. Yəni, əgər kimə maraqlı olsa bizlə əlaqə saxlasın, nömrəmiz səhifədə qeyd olunubdur. Və burada bizim üçüncü yataq otağımız. Marşrut xətti ilə haradasa 500-600 metr məsafədə yerləşir dostlar. Belə də, yəni, kimə uyğun olsa, səhifədəki nömrə ilə əlaqə saxlasın. Buranı göstərmədik. Hə. Yaxınlaşın bura Emin bəy. Hə, burada bizim mətbəx hissəmizdir dostlar. Yenə deyirəm, mətbəx mebelinə ehtiyac var. Aboyun dəyişə bilərsən, qapı sala bilərsən. Nə biləm, bax, belə kasıb variantıdır. İndi Allah hamının köməyi olsun. Bir dayımızın evidir. İndi biz də əlimizdən gələn eləyək ki, bu ev saxlasın dostlar. Kimə maraqlı olsa bizlə əlaqə saxlasın. Səhifədəki nömrə ilə əlaqə saxlayın, etiketləyin, bəyənin ki, ehtiyac olan qarşısına çıxsın. Diqqətiniz üçün təşəkkürlər.